Uşaqlar salam. Bugünkü testimizin izahında sizə 2014-cü ildə keçirilmiş 4-cü qrupların nömrə 4 sınağın izahını verəcəm. Yəni sınaq 4-ün 4-cü qrup testlərinin izahını verəcəm. Yazıb birinci sualda hansı reaksiyalardan alınan maddələr izomerdir? İzomer o deməkdir ki, emerləri eyni, quruluşları fərqli olmalıdır. A variantında alınanla elə hər iki reaksiyada alınan eyni şeydir. Yəni A variantında birinci də ikinci də elə normal butan alınır, olmaz. B variantında fenolla aseton alınır birincidə, ikincidə isə stirol alınır. Yəni burada izomer deyə bir şey yoxdur. C variantında birinci reaksiyada hansı ki pi qırılır, CH2 qat CH xlor, xlor. O birisində pi qırılır, belə olur. Xlor, xlor, belə. Yəni bunlar izomer olanmaz, çünki emerləri eyni deyil. D variantına gəlsək, D variantında birinci reaksiyada Lebedev reaksiyasıdır. Bu tadiyen 1-3 alınır. İkincidə isə propil spirt alınır. Bunlar izomer deyil. Y variantına nəzər yetirsək, Y variantında C3H7. Bilirsiniz ki, o birinci maddə alkendir. Üstə H xlor gələndə Markovnikov qaydasından gedir. Pi qırılır hidrogenin çox olan tərəfə, xlor isə az tərəfə birləşir. Bax, belə olur. Bax, belə. Birincisi budur. İkincisinə gələndə isə C3H7, CH2, OH-ın yerinə xlor qoyacaq. CH2, xlor. Bax, belə. Üstə gəldə su. Həqiqətən də bu maddə ilə bu maddə baxsaz, emerləri eyni, amma quruluşları fərqlidir. Ona görə də həqiqətən də izomerdirlər. Deməli, birinci sualda cavab Y variantıdır. O birisinə keçirəm. Deməli, ikinci sualda 6,2 qram fosfordan neçə mol orta fosfat turşusu almaq olar? Sxem öyrətmişəm də fosforu yazıram, orta fosfat deyir, H3PO4. Əmsala ehtiyac yoxdur, çünki birin birədir, hərəsində bir fosfor var. 6,2 qram fosfor, 31 qramda bu. Neçə mol orta fosfat? X mol. Molun altı əmsal. X də bərabər 0,2 mol. Aydın oldu mu? D variantı. 2-də D. 3-də. Üçüncü sualda X-in üstünə natrium OH gəl, Y alınsın deyir. Uşaqlar, axırdan başlamaq daha məsləhətdir. Çünki əvvəldən bir şey bilməyəcəyik, nə mənada. Bax, karbinol uca məlum məsələdir ki, bu karbinol metil spirtinin səmərəli adıdır. Karbinol, bax, budur. Elə, karbinol budur. Nəyin üstünə 2 mol H2 gəlsəm, karbinol alınır. Əlbəttə ki, C10-un üstünə. Deməli, karbinol budur. Deməli, mənim Z maddəm budur. Z-im CO-dur. CO-nun üstünə hidrogen gələndə metil spirt alınır. Yaxşı, Y nədir ki, su buxarı gələndə CO alınır? Əlbəttə ki, bu Y CH4-dür. CH4-ün üstünə su gələndə, CH4-ün üstünə su gələndə bilirsiniz ki, sintez qazının alınma tənlikdə CO plus H2 alınır. Burada həm də H2 alınır. Deməli, Y-im də CH4-dür. İndi X nədir ki, natrium OH gələndə CH4 alınır? Əlbəttə ki, o bu maddədir. CH3CO natriumun üstünə, CH3CO natriumun üstünə natrium OH gələndə demişdim, bu CH3 ilə bura H-ı birləşdir. CH4 bu deyil, bu deyil. Bax, bu alındı, görsən. Üstə gəldə natrium 2 CO3. Deməli, bizim Y maddəmiz bilindi ki, CH4-dür. Bu məlum məsələ. Hansı reaksiyalardan Y maddəsi alınır? Heç ora baxmadan da mən CH4-ün alınma tənliklərini sizə yazıram. Biri budur, məlum məsələ. Biri alüminium karbidin üstünə, keçmişəm də materialımızda da var. Üstə su gələndə alüminium OH-dan 3 dəfə, üstə gəl CH4 alınır. Bir də karbon üstünə hidrogen gələndə CH4. 1, 3, 6 var mı? 1, 3, 6 Y variantı. Aydın oldu mu? 3-cü sualda Y variantı. 4-cü sualda 20% kənar qarışığı olan xrom 19 kiloqram xrom 3 oksid. Deməli, 19 kiloqram 19.000 deməkdir. 19 kiloqram 19.000 deməkdir. Bunun 20% kənar qarışıqdır. Bu kənar qarışıqdır. Deməli, 19.000-in 3.800-ünü çıxıram. Elə, nə qədər qalır yerdə? Kiloqramla istəyir də, əslində heç çevirməyə ehtiyac yoxdur. Bizə dəqiqə çevirməyək. Axırda da kiloqramla istəyir. Baxın, 19 kiloqram var. Bunun 20% kənar qarışıqdır deyir. Nə qədər eləyir bu? 3,8. Elə 3,8-i kənar qarışıqdır. 19-un 3,8. 19-dan çıxıram 3,8.
Bu eləyir 16,2 kiloqram safdır. Bu təmizdir. İndi mənə deyir ki, yox, 15,2 16 nə idi? 15,2 15,2 kiloqramımız təmiz xrom 3 oksiddir. İndi xrom 3 oksidi yazıram, bundan deyir xrom al. Sıxım qururam da, xrom 3 oksidi yazdım, ox qoydum, xromu yazdım, əmsallaşdırıram, bura ki düşür. Əla. 15,2 təmiz xrom 3 oluşdur. Ümumiyyətcə öyrətmişəm ki, sizə tənliyin üstünə ancaq saf maddənin kütləsi yazılır. Görürsünüz, 19-u niyə gətirib yazmadım? Çünki onun 20% kənar qarışıqdır. Təmiz hissəsini tapdım, altına kütləsini yazıram. Xrom istəyir x, bu da 2 vur 52. X deyir 10,4. B variantı. 4-də B. 5-ci suala keçirəm. Deməli, bu formulda əldə etdikdə oksigen kütlə payının karbon atomu sayından asılığı. Əlbəttə ki, tərs asılıdır. Nəyə görə? Çünki o formulu görürsünüz də, bilirsiniz ki, orada n sıfırdan başlayır. N-ə 0 verəndə bilirsiniz ki, qarışıq aldehid alınır. N-ə 1 qoyanda sirkə aldehid alınır. N-ə 2 qoyanda bu alınır. Propion aldehidi. Nəysə, görürsünüz, karbon sayı getdikcə artır. Və bu zaman Mr də artır da. Mr artdıqca da oksigen kütlə payına qarışacaq, azalacaq. Çünki bunun hər birində 16 qram oksigen var. Amma Mr artdıqca faiz azalacaq. Çünki omega bərabərdir. AR vur N böl Mr vur 100%. Məxrəcdə bu Mr A. Hər birində bu hissə eynidir. Düzdürmü? AR vur N bərabərdir. Çünki hər birində oksigen bir dənədir. 1 vur 16 sürətə yazılır. Mr getdikcə böyüdüyü üçün faiz azalacaq. Yaxşı mı? Tərs asılıdır da, yəni C variantı. Aydın oldu mu? 6-cı suala keçirəm. Deməli, X, Y, Z atomlarından X-lə Z-in valent elektron sayı bərabərdir. Valent elektron qrup sayını, qrup deməkdə bilirsiniz, valent elektron deyəndə qrupun nömrəsi nəzərdə tutulur. X-lə Z-in valent elektronu eyni o deməkdir ki, X-lə Z eyni qrupda yerləşir. Cavab B-lə Y-dir. Düzmü deyirəm? B-lə Y. Mənə deyir, Z-in radiusu Y-dən böyükdür. Deməli, Z Y-dən əvvəldə gəlir. Niyə? Çünki radius B-lədə artır. RAM. Reduksiyicilik atom radiusu metallıq. Əgər Z-in radiusu Y-dən böyükdürsə, deməli, Z burada olsun, Y belə olsun. X ondan eyni qrupda olsun da. X-dən Y-də. Bir dəqiqə. Yox, X-lə Z-in valent elektronu eynidir. Baxın. X-lə Z-in. Deməli, bunlar 6-6-dır. Valent elektron qrup nömrəsidir. Qrup nömrəsi deyəndə yuxarıdan aşağı baxırıq. Qrup deyəndə, dövr deyəndə isə şaqülü baxırıq da. Qrup üfüqidir, dövr şaqüldür. X-lə Z-in valent elektronu deyirsə, X-lə Z 6-6-dır. Aha, Z-in radiusu Y-dən böyükdür. Hədə Z Y-dən, yəni əvvəldə gəlir. Çünki belədə radiusu artır. Sağdan sola gedəndə. Deməli, Z Y-dən əvvəldə gəlir. Cavab B. 7-də. X-ə nə qoyaq ki? NO2 X-lə girib HNO3 NO. Əlbəttə bu sudur da, bilirsiniz. Y-də oksigendir. Cavab variantı. Aydın oldu mu? Ümumiyyətcə o reaksiyaları yadınıza salın. Qeyd eləyin, kimin yadından çıxıbsa. NO2-ün üstünə su gələndə 20 dərəcə Celsidə. HNO2, HNO3. NO2-ün üstünə su gələndə 100 dərəcədə. HNO2 yox, HNO3 üstə gəl NO. NO2 o 2 suda bizə verir HNO3 qutardı. Bu qədər. Başa düşdük mü? Ona görə 7-də A variantıdır. 8-ci sualda. X H2SO4-ün qatısından görürsünüz də nə verib? XSO4, TZ. Öz oradan görsənir ki, X-im 2 valentlidir. Çünki XSO4-də bir diqqətlə baxın. XSO4-də SO4 2 valentli qalıqdır. X-də 2 valentliymiş ki, ixtisar gedir. Deməli, X-im 2 valentli metal olmalıdır. Onda mən oradan ümumiyyətcə 3-ü çıxaram. X heç vaxt 3-ün natrum olanmaz. Niyə? Çünki natrum 1 valentlidir də, məlum məsələ. 3 qətiyyən olanmaz. İndi kalsiumda mist ola bilər. İndi bizə dəqiqə. Amma bir şey var ki, Y-də Y H2SO4-ün qatısından girəndə 3 valentli verir. Bu Y deməli 3 valentli olmalıdır. Hələ ki 1 ilə 2 ödüyür. Axırda yazıb ki, T-L reaksiyaya girəndə S plus su verir. S plus su verir. T-L'imiz. Əlbəttə ki, o H2S ilə SO2 girəndə verir də. Bilirsiniz ki, H2S SO2 ilə girəndə S plus su verir.
Aydın oldu mu? Həm də ki, bizə dəqiq, baxın. Bu bir dənə ikinciyə baxın, ikinciyə. Baxın, mis, x-ə mis verirəm. Mis qatı sulfatla girib kufrum SO4, SO2 su verir. Yəni, x-ə mis qoysam, T-də həqiqətən də SO2 alına bilir. Amma dəmir var, ikincinin dəmirinə baxın. Rum rəqəm 2-nin dəmirinə baxın. Y-ə dəmir qoy deyir. Aha, gedib Y-ə dəmir qoyuram. Orada alınır ferrum 2SO4-dən 3 dəfə, üstəgəl SO2, üstəgəl su. Amma elə bu H2 ver baxı. Uşaqlar, mən sizə deməmişəm, qatı sulfat heç vaxt hidrogen çıxartmır. Hidrogeni çıxardan duru sulfatdır. Ona görə heç burada qatı sulfatdan söz açılıbsa, siz ümumiyyətcə hidrogeni görən kimi çıxmalıydınız ki, ay müəllim, qatı sulfat hidrogen ayrılmır axı, bu nədir bura yazır? 2 ona görə gedir. 3 də ona görə gedir ki, natrium bivalentli metaldır. Natrium qatı sulfatla girəndə natrium 2SO4 verməli idi. Amma o XSO4 deyir. Deməli, yalnız da bax, birdir burada. 9-cu suala baxaq. N mol C2H6 bundan hidrogen çıxardıb. Bilirsiniz ki, buradan nə alınıb? N mol C2H4. Sonra onu polimerləşdirib də məlum məsələdir ki, polietilen alınır. Bizə deyir, dehidrogenləşmə reaksiyasının praktiki çıxma 50%, yəni birinci 50%, ikinci isə 90% verib. Və mənə 1000 mol etandan, bunu 1000 mol verib. Molla əmsal yazılır mı? Bu məndən əslində bunu istəyir. Ona gələnə qədər biz aralıqda etileni tapmalıyıq əvvəlcə. Gedək tapaq, görək neçə mol alınır burada. Bu x eləyir 1000. İndi mənə demişdi, birinci reaksiyanın çıxımını 50% verib. Deməli, 1000-in 50%-ni tapıram. Bölürəm 100-ə. Bu eləyir 500. Bu 500 aparıb, bax, bura yerinə qoyuram. X-in yerinə 500 yazdım mı? İndi polietileni istəyir də, Y maddəsini istəyir, özə kütləsini istəyir. 1 A qram yazıram. Bunun da altına 28N eləyir də kütləsi. Aha, buradan neçə eləyir? N'lər ixtisar gedir. A bərabər 28-i 5-ə vuranda 140, 0, 0, 0. Yox da elə, hə. 140, sonra da 2-dən 0. Sonra bunun 90% çıxımdan verib. 14.000-in də 90%-ni tapıram. Bunlar getdi mi? 0, 0, 4, 9, 36, 3 yad. Bu da 12. Aldın mı bunu? Amma kiloqramla istəyəndə 1000-ə bölürsən 12,6 kiloqram. Asandır da, elə bil 1000 mol etandan əvvəl etileni tapdım. 1000 mol aldım. Amma 50% çıxımla deyirsə 500. 500-ü yerinə qoyub polietilenin kütləsini tapdım. 14.000 elədi. 14.000-də 90% çıxımını tap deyir. Deməli, 10-cu sualda halogenlərin duzlarıdır. Argentium nitratdan rəh məsələsidir burada. Əlbəttə ki, argentium xlor ağ rəhli, argentium brom sarımtıl, argentium yod sarıdır. Deməli, sarı rəhli isə o yoddur, sarımtıl bromdur, ağda xlordur. D variant. Bildikmi? Onda D variant. 11-ci suala keçirəm. Sink nitratı verib bizə. Bilirsiniz ki, bunu dəfələrlə qəbulların içərisində izah eləmişəm. Orta aktivlərin nitratları, bir də buraya litiumdan mis də aiddir də, istisna olsalar da, yəni o biri aktiv, biri passivdir, amma özlərini orta aktiv kimi parçalayır. Burada alınır metalın oksidi, NO2O2. Bax, buyurun. İndi bu tənini yazıb əmsallaşdırıram. Bura 2 düşür, bura 2 düşür, bura 4 düşür. Mənə deyir proton sayı. Yox, əmsala ehtiyac yoxdur, yəni nə mənada ehtiyac yoxdur? Maddələrin özündəki proton sayını istəyir. Bunun protonu sinkdə 30-dur, 18, bu 38. Burada azot 7-dir, 8-i 2-yə vuranda 16, 23-dür. Bu da 16-dır. Yəni, protonu ən çox olan C-dir deyir. Deməli, bu C-dir, sonra B-dir. Bu da A-dır. Hansı maddə su ilə reaksiya girir? Əlbəttə ki, NO2. Sinko amfoter oksiddir. Amfoter oksid su ilə reaksiya girmir. Bu da Y maddəsidir. Oksigendəki su ilə getmir. Bir dənə Y-dir də reaksiya girən A variantı. (12-də) CH3NH2 metilamindir də. H-xlorla bilirsiniz ki, CH3NH3 xlor verir. Bunun üstünə kalium OH gələndə
Kalium OH gələndə başa qaydırdı da. CH3, NH2, kalium xlor, üstə gəl su. Sonra təzədən metilamini alıram. Üzərinə su gələndə CH3, NH3, OH. Hamısı materialımızda var, reaksiyalar özünüz bilirsiniz. CH3, NH3, OH, C variantı. 13-cü sualda fotosintez reaksiyasından danışır. CO2 su ilə reaksiya girəcək. Fotosintezdə bilirsiniz ki, C6H12O6 üstə gəl oksigen. Tənlik yazılır, əmsallaşdırılır. 12 litr C oksigen, 12 litr buraya. Bitki tərəfindən neçə litr CO2 durur? X litr. Litrin altına əmsal veririm ki, onda 4 yazılır, bilirsiniz. Bunlar ixtisar gedir. X eləyir 12. B variantı. 13-də B variantı. 14-də. Metanla benzol üçün ümumi olan nədir? Deməli, metan CH4, benzol da C6H6-dır, bilirsiniz. Sigma rabitəsi eyni olanmaz. Yəni, formula baxanda da bilinir ki, elə metanda 4 dənə sigma var, benzolda 12 dənə. Ümumi formulları yoxdur. Biri CNH2 üstə gəl 2, biri CNH2 çıx 2, biri CNH2 plus 2-dir, biri CNH2 çıx 6-dır. Pi rabitəsi, bunda heç pi rabitə yoxdur, bu doymuşdur. H-xlorla reaksiya daxil olmamaları aqreqat alıb. Aqreqat alıb bu qazdır, bu mayedir. Əlbəttə, bunların ikisi də H-xlorla reaksiya girmir. D variantı. 15-də. Deməli, bilirsiniz ki, ferm xlor üçün içərisində dəmir 3 müsbətlə xlor mənfi var. Dəmir 3 müsbəti təyin eləyən ion OH-dır. Rəngi qonur rəhlidir. Qonur verir. Qonur rəhli çöküntü verir də ferm OH3. Xlor təyin eləyən də gümüşdür. O da ağ rəhli çöküntü verir. Deməli, dəmir üçün 1-lə 4-ü seçin. Çünki dəmirə OH lazımdır və qonur rəhli çöküntü verir. 1-4. Gümüş üçün isə xlor və ağ rəhli 3-5. Bu harada verilib? 3-5 bu tərəfdə. Ona nə aiddir? 1-4. Y variantı. 15-də Y variantı, bəli. 16-ya baxaq. Birinci maddə natrium dihidroortofosfatdır da. Çünki H2PO4, H3PO4-ün qalığıdır. Natrium dihidroortofosfatdır. Deməli, birinci bildik. İkinci, kalium bixromatdır ya da dixromatdır deyirlər. O birisi də ki, malaxit yaşılıdır da. O bir adı miski hidroksokarbonatdır. Bu maddə malaxit yaşılı deyirlər də, bilirsiniz buna. Mis2 hidroksokarbonatdır. Niyə mis burada kivalentlidir? Çünki bu kivalentli qalıqdır, OH da 1-dir. Əsasi duzlarda qayda belədir ki, metalın valenti vur sayı. Yəni X vur 2. 2 dənə metal var da. OH-ın valenti vur sayı. Üstə gəl. Turşu qalığının valenti vur sayı. Nə bərabərdir? Buradan da X eləyir 2. Deməli, misim 2 valentlidir da. Başa düşdükmü? 16-da B variantı. 17-də birləşmə reaksiyaları. Birincidə alınır ferm xlor 3. Birləşmədə çünki bir maddə alındı. O birisi CH3 xlor üstə gəl H xlor. Birləşmə deyil, bu əvəz etmədir. O birisi kalium xlor üstə gəl brom. Əvəz etmədir. O birisi C2H2 xlor 2. Bu birləşmədir. Birləşmədə bir maddə alınmalıdır. 1-lə 4 C variantı. 18-də. On 8-ci sualda deməli, bundan əvvəldə də izah eləmişdim də. SO2-nin SO2 gəlib, SO3 alıb, tənliyi yazır, əmsallaşdırır. Deməli, rum rəqəmi 1-də anam B-ni verib 4-3. Bunu 4 verib, bunu 3 verib. Görürsünüz də SO2-yi 4 verib, oksigeni 3 verib. Deyir ki, artıq qalan maddəni və neçə mol artıq qaldığını tap. Əvvəlcə SO3-ü tapıram, bir A yazıram. 2, 1, 2. Belə olanda məhsulu az olanla tapırlar da. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə edirlər. Az olan budur. Yəni, bununla bunun arasında əlaqə qururam. A eləyir 4, tənasibdir də. 2-lər ixtisar getdi, A elədi 4. A bərabərdir 4. İndi necə eləyərəm?
şifahi də deyə bilərəm, düzdür. Lap belə yazıb göstərirəm ki, aydın olsun. A-nı 4 almadım, gətirib bura qoyuram. Buna indi bir x, bir y yazıram. 2, 1, 2. Tənasübdən x 4 eləyir, y 2 eləyir. Bax, SO2-dən 4 tökmüşdüm mü? 4 çıx 4, 0 qalmadı. Oksigenden 3 tökmüşdüm, x yerdə. 3 çıx 2 bərabərdir 1 mol oksigen sərf. 1 mol oksigen artıq qalıb. Bax, birinci səhvdir. Deyir güya SO2-dən artıq qalır. Səhvdir, birinci səhvdir. İkinciyi yazaq. Bir dəqiqə, onsuz da eyni reaksiyalarda belə silməyək. Nə verib ikinci rum rəqəmdə? 3, 4. Bu dəfə 3, 4. Buna 3, buna 4. Buna bir A yazıram. Məhsulu az olanla tapıram. Az olan elə budur. A bərabərdir 3 eləyir. 3'ü gətirib bura qoyuram. Buna bir x, bir y yazıram. X buradan. Birincisinə qulaq asdınız uşaqlar. İndi videonu dayandırın. İkinci, üçüncüyü özünüz sərbəst yazın. Buradan x eləyir 3. Y eləyir 1.5. Buna bax. Baba 3 idi. 3'ü də sərf olundu. 0. SO2. Amma burada oksigen 4'dür. 4'dən 1.5'i sərf olunub. 2.5 mol O2 artıq qalıb. Bir baxın. Hə, düzdür də. İkinci də düzdür. Uşaqlar, üçüncüyü hesablasaz elə o da düz gələcək. Cavab B variantı. 19-cu sualda. 19'da hidrogen fosfor kükürt elementi üçün. Hidrogen bilirsiniz ki H2'dir. Fosfor PP4 olur. Kükürt S8. Kükürtdən fosfor həm bir atomlu, həm çox atomlu yarada bilir də. Bilirsiniz də, həm bir atomlu, həm də çox atomlu bəs maddə verə bilir. Həqiqətən də çox atomlu versiyaları var. 1+. Allotropik şəkildəyişmə. Bəli. Allotropik şəkildəyişmə yaradan elementlər Jobsisdir. Onun içində düz deyir. Fosforla kükürt var, amma hidrogen yoxdur. Ona görə 2 uyğun gəlmir. Bu ortağı istəyir də. Dəyişkən valentlidir. Xeyr, hidrogen sabit valentlidir. Y variantıda cavab yalnız 1. 19'da Y. 20-ci suala keçirəm. Hidroliz reaksiyası nədir? Hidroliz su ilə reaksiyadır. Birinci, hidroliz su ilədirsə, onda B, D, Y. Amma B variantı hidratlaşmadır. Yəni suyu birləşdirir. Doymamış maddədir, birləşdirəcək. D variantı da doymamış maddədir, suyu birləşdirir. Cavab Y-dir orada. Niyə? Çünki Y variantındakı maddə mürəkkəb efirdir. O su ilə hidroliz eləyəndə nədən alınıbsa ona da qayıdır. Başa düşdünüz? Bax, bu alınır. Sirkə turşusundan etil spirti alınır. 21-ci sualda. 21-ci sualda. Karbonla silisyumdan ibarət qarışıq. Yazdım alt-alta. İkisi bir yerdə 10 qramdır. Lap yaxşı. Üzərinə qatı sulfat gəl deyir. H2SO4-ün qatısını gəlirəm. Onsuz da bu gedəcək, amma bu getməyəcək. Silisyum getmir. Çünki sizə demişəm ki, qeyri-metallar turşularla getmir. Amma karbon, kükürt, fosfor istisnadır ki, onlar qatı sulfat, qatı nitrat, duru nitratla gedə bilir. Burada CO2, SO2 su alınır. Tənliyəm sallaşdırsam, bir dəqiqə, bura 2, bura suya 2, kükürdə 2, hər şey tamamdır da. Aha. 11.2 litr qaz, 11.2, bu da 22.4. Qram, 10 qram verib karbonla silisyumu. Mən karbonu tapım, bu da 12. Nə qədər eləyir? Bu eləyir 6 qram. Deməli 10 qramın 6 qramı karbondur. 4 qramı da silisyumdur. Silisyumun faizini istəyirsə, deməli bu 60%-dir. Bu da 40%-dir. Çünki ümumi 10 qramdır da, elə bil onun 100% isə 4 qram silisyumun 40%-dir. O birisi də 60% eləyir də, 21-də 40%. Keçirəm o biri sualın izahına. 22-ci sualda. İkili butil radikalı. İkili butil yazıram. Ona hidroksit qrupu qoy deyir, yazdım. Alınan maddə üçün doğru ifadələr seç. Asimetrik karbonu var. Asimetrik karbon o deməkdir ki, karbona 4 dənə müxtəlif qol olsun. Qol birləşsin. Ümumiyyətcə, asimetrik karbon deyəndə ya CH-da olur, ya da C-də. Çünki CH2 ilə CH3-də heç vaxt asimetrik olanmaz.
Çünki onlarda eyni hidrogenlər var, ona görə qollarında eynilik var. Asimetrik karbon o deməkdir ki, karbona 4 dənə müxtəlif atom və ya atom qrupu birləşsin. Burada var 1 plus. Oksidləşmə məhsulu butanondur. Düz deyir. Niyə bilirsizmi? Çünki bu ikili spirtdir. İkili spirtdə oksidləşəndə keton verir. Bax, burada bu ikili spirt idi, oksidləşəcəkdi. Həmən spirt hissədə keton qrupu yaradacaqdım. Bunu da ki, gördüyünüz kimi həqiqətən də butanondur. Butanon. 2 düz. Oksidləşmə məhsulu 2 metil propanal səhvdir. Demirəm mən. Butanondur. Çünki birli spirtlər oksidləşəndə aldehid verir, ikili spirtlər oksidləşəndə keton verir. Bu ikili spirti deyil, keton verdi. Onda 3 səhvdir. İkinci karbonun dərəcəsi 0-dır. Baxın, ikinci karbon, bizə də ulduz işarəsini götürək. İkinci karbon, bu CH nəzərdə tutulur. Niyə bilirsizmi? Çünki bu OH-ın daxil olduğu ən uzun zəncir seçilir. OH yaxın olan tərəfdən nömrələnir. Gördünüz? İkinci karbonu tanıdınızmı? Aha. İndi onun dərəcəsini hesablayacağım. Mən sizə demişəm, üzvü maddələrdə karbon dərəcəsini hesablamağın rahat yolu karbona birləşən digər karbonları çıxmaq şərtindən yerdə qalan nə varsa onun dərəcəsi hesab olunur. Müsbət 1, müsbət 1. Müsbət 2, bu da mənfi 2. Deməli, karbona heç nə qalmır 0, 4 plus. 1 molu natriumdan 1 qram hidrogen verir. Bəli, bu bir atomlu spirtdir. Natriumdan girəndə 0,5 mol H2 çıxardır. 0,5 mol hidrogen 1 qramdır. 5 plus. Birinci karbon atomunun dərəcəsi mənfi 1-dir. Xeyr, birinci karbon dərəcəsinə baxaq mı? Birinci karbon hansı karbondur? Bayaq nömrələmişdim də sizə. Burada 4 plus idi. 5 də plus idi. Birinci karbon budur, bax, CH3, müsbət 1, mənfi 3. Birinci karbon dərəcəsi mənfi 3-dür, səhv deyir. Cavab 1, 2, 4, 5. O biri sualda. Xlorpren bilirsiniz ki, 2 xlor butadiyen 1, 3-dür. O bir adı 2 xlor butadiyen 1, 3. İkinciyə xlor butadiyen 1, 3. Belə. Aha, deməli, xlorpren molekulunda karbon atomlarının cəmi neçə hibrid orbital var? Biz buradan görürük ki, burada 4 dənə karbon var. 4'ü də sp2-dir. Niyə? Çünki karbondan yalnız tək qat çıxanda sp3-dür. Karbondan bir dənə 2 qat çıxanda sp2-dir. Karbondan 2 dənə 2 qat ya da karbondan bir dənə 3 qat çıxanda isə sp-dir. Buyurun. Deməli, burada 4 karbon var, 4'ü də sp2-dir. 4 sp2'nin yaranmasında da 12 hibrid var. Çünki 1 sp2'də 3 hibrid varsa 4'ündə 12'dir. 24'də. Həqiqi məhlul o məhlula deyilir ki, deməli, suda qəşəng həll olsun. Qələbinin suda məhlulu, bəli, qələblər suda qəşəng həll olur. Etanol su, etil spirti suda qəşəng həll olur. Cavab 1-ə anan dedi. Asılqan isə, asılqanın 2 növü var da, bilirsiniz. Emulsiya, suspenziya. Emulsiya mayedir. Hansı ki, bura yağ, su. Suspenziya isə bərk maye. Həll olmayanda bu da gil su. Həqiqi məhlula qələbinin suda məhlulu, etanol su qarışığı. 1-ə anan C uyğundur. 2-yə isə B-lə Y uyğundur. D variantı nədir bilirsizmi? O kolloid məhluldur. Nişastanın qaynar suda məhlulu heç asına uyğun gəlmir burada. Çünki biz məhlulun 3 növünü keçmişik. Həqiqi məhlul, kolloid məhlul, asılqan. 25'də. 25'də deyir ki, alkandır. Yazıram CNH-gen üstə gəlir ki. Model karbonun sayı A'dır. Karbonun sayı birincisi N'dir. N'ə A verib. Hidrogenin sayı 2N plus 2-də. A üstə gəl 8 verib. Əvəz etmənlə yerinə qoyub yaza bilərəm də. Bunu burada qoyacam. N bərabərdə 6-ya. N 6-dırsa deməli C6 H 16-dır. Elə? 14'deyik. 16 nə idi? 14. Deməli bu C6H 14'dür. İndi bu C6H 14'də neçə proton var? Onu hesabla deyir. Hesablayaq. Çünki aşağıda yazıb X-də proton sayı. Bir karbonun orada mörtəzədə yazılıb 6 protonu var. 6 vur 6 üstə gəl. Hər hidrogende 1 proton var. 14 dənə hidrogen var. 1 vur 14. 6 dəfə 6 36. 14 gələndə 50.
Deməli 1-ə cavab C-dir, qeyd edeyim. O birisində. İndi karbonun sayını N-i B-7 verib, hidrogenin sayı 2N+2-də B verib. Əvəz etmənlə yerinə qoyacağım. N bərabərdir 2N+2 -7. Deməli buradan nə eləyir? N bərabərdir 5-ə. Hələ? N 5-dirsə, deməli bu C5H12-dir. C5H12-də neçə neytron var? Bir karbonun 6 neytronu var. 6-yı vururam 5-ə. Üstəgəl hidrogende neytron yoxdur. 0, bu da eləyir 30. Deməli 2-yə də uyğundur Y variantı. O birisində karbonun sayını bu dəfə C verib. Hansı ki alkanda karbonun sayı N-dir. N bərabərdir C. Hidrogen 2N üstəgəl 2 də bərabərdir C+9. 2N üstəgəl 2 bərabərdir. C-nin yerinə N yazıram. N+9. N də bərabərdir 7-yə. Bu da eləyir C7H16. C7H16-da neçə sigma rabitə var? Bilirsiniz ki, alkanlar alifatik tiplidir və 7 karbon arasında 6 dənə olacaq. Üstəgəl hər hidrogen də 1 sigmadır. 16-yı da üstə gələndə 22 dənə sigmadır. Yəni alkanlarda sigmanın düsturu 3N+1 idi də. Yəni düsturu yazmadan da özünü hesabla da 7 karbon arasında 6-dır. 16 dənə hidrogenlə gəlir 22. A variantı. 3-ə də A variantı. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. İnşallah növbəti testimizin izahında görüşənədək sağ olun.